savad və bilikdən əldə olunmasından söhbət gedir, yoxsa müddətli xidmətdən yayınmaq söhbət gedir? Gəlin, cəmiyyətlə açıq danışaq da bu barədə. Bu məsələ bizi çox narahat edir, həqiqətən də və təbii ki, xidmət olaraq bizim bəzi təkliflərimiz də olacaq. Baxın, bugünkü gündə həmin bu təhsil möhlətlərin əsasında xidmətdən yayınma, o da bir korrupsiya şərait yaradır. Biz konkret olaraq bu məsələlərə son qoymalıyıq. Gəlin, ayıb eləyək, oxuyanlara bəli, nə lazımdırsa dəstək olar, möhlətlər verək, nə deyirsə eləyək. Amma həqiqətən də gətirib indi hər hansı bir şirkətdən bir gün içində əldə olunan arayışı təqdim eləməklə bu nə dərəcədə düzgündür? Və həqiqətən də burada da ədalətsizlik baş verir. Baxın, adam var həqiqətən də bugünkü gündə magistraturada, doktoranturada tər-tökür oxuyur. Xaricdə imtahanlar verir. O da təhsil möhləti alır bizim xidmət tərəfindən. O birisi də elə burada gəzir. Elə o arayış əsasında da eyniləşdirmək düzgündürmü? Mən də bu sualı sizə ünvanlayıram.